müddət əvvəl qəzet əməkdaşının tutulması ilə gündəmə gələn Ayna Zerkala qəzeti indi də Mətbuat Şurasındakı fəaliyyətini dayandırdığını açıqlayıb. Təfərrüatı ilə İlkin Kərimovun reportajında. Ayna və Zerkala qəzetləri Mətbuat Şurasında üzvlüyünü dayandırıb. Qəzetlərin təsisçisi Elçin Şıxlı bunun üçün ərizə ilə şuraya müraciət göndərib. Ayna Zerkalanın şuradan uzaqlaşmasına səbəb son günlər qəzet ətrafında cərəyan edən hadisələrə Mətbuat Şurasının susqunluğudur. Rauf Mirqədirovun həbsidir. Bir ayda artıq bu hadisələr baş verir. Sonra qəzetin dövrlüyünün azaldılmasıdır. Bütün bu proseslər ərzində Mətbuat Şurasından bir səs-səmir çıxmadı. Heç olmasa maraqlanmalıydı ki, bəs nə olubdu, nə baş verir? Elçin Şıxlı özünü 2003-cü ildə yaranmış Mətbuat Şurasının qurucularından biri hesab edir. 2012-ci ilə də hissə idarə heyətinin üzvü olub. Azərbaycanda ilk müstəqil qəzetlərdən birinin təsisçisi düşünür ki, qəzetlər Mətbuat Şurası üçün deyil, Şura qəzetlər üçün olmalıdır. Dəstək görmədiyi halda Ayna Zerkala Mətbuat Şurasında üzvlüyü lüzumsuz sayıb. Media eksperti, jurnalist Qulu Məhrəmli isə bu fikirdədir ki, Mətbuat Şurası medianı müdafiə etmək gücündə deyil. Bu qurumun özünün bəzi problemlərinin olduğunu deyən ekspert, Elçin Şıxlının qərarını haqlı sayır. Qurum özü Azərbaycanda söz və mətbuat azadlığının qorunmasına təsirli, deməli, kömək göstərə bilmir. Hər halda müəyyən reaksiya verilməli idi. Amma bunlar olmayanda təbii ki, Elçin deyil, bir başqa redaktor görəndə ki, təmsil olunduğu qurum, onu müdafiə eləməli olan qurum ona bir təsirli kömək eləmir, heç ümumiyyətlə maraqlanmır, ona görə də o həmin qurumdan istefa verməyə, çıxmağa deməli, məcbur olur. Mətbuat Şurasında isə bu susqunluq davam edir. Şuranın sədri Əflatun Amaşovun ölkədə olmadığı əsas gətirilərək suallarımızı cavablandıran olmadı.